Mekatronik təhsili var Azərbaycanda, mexanika təhsili var, elektronika təhsili var. Amma digər ki, şey yoxdur. Robotikslə məşğul olan heç kim yoxdur. Çünki pul yoxdur. Startaplar var olmaqla, amma technological innovation yoxdur. Necə qərara gəldiniz ki, Polşada hər şeyi dayandırıb getməlisiniz Amerikaya? Bileti cancel elə burdasan proqramla bağlı. Azərbaycanda financial stability olmadığı üçün adamın məcbur gedir başqa bir şeylə maraqlanır. Hansı fərqlər var ki, siz Polşada təhsili 3-cü kursda sonlarında buraxıb Amerikaya getmisiniz? Talent məsələsi var. Dünyanın hər yerindən ən yaxşı talentlar burdadır. Computer science-da hype odur ki, abes mən computer science məzunu olacağam. Abes ayda 10 min dollar pul qazanacağam. Belə şey yoxdur. Heç kim çıxıb çıxardıb sənə 10 min dollar məzun olandan sonra verir. Yəni mən sizi əvvəllər innovativ görürdüm. Sonra baxdım ki, siz müxtəlif startaplarda varsınız. Dilbildə, sonra Kifreysin özündə, Metaplus-da, sonra Levrantin özündə əsas sizi görmüşdüm. Lap sonradan xəbər aldım ki, Polşaya təhsilə getmisiniz. Buna görə sizə həmin vaxt təbrik eləmişdim. Daha sonra da mənə xəbər çatdı ki, artıq siz Amerikadasınız və orada müəyyən işlər görürsünüz San Fransiskoda, bildiyim yerdə. Mənə ümumiyyətlə sizin belə getdiyiniz yol xəritəsi maraqlı. Həmin vaxtda ümumiyyətlə həmin startaplarda nə edirdiniz, nə işlə məşğul idiniz, nələr öyrənirdiniz? Daha çox developmentla məşğul idim. Backend yazırdım. Metafluence-də daha çox Web3 ilə məşğul idim. Tipface-də machine learning ilə məşğul oldum. Dilbildə founding engineer idim. CTO ilə bir yerdə işləyirdik. Backend yazırdım daha çox. Arada full stack də yazırdım frontend. Dəyişirdi, yəni hər yerdə fərqli-fərqli işlər görmüşəm. Yəni sonradan Polşaya gedəndən sonra orada research-a başladım. Robotics üstünə research-a. Oradan elə. Məsələn, nəyə görə Azərbaycana davam eləmədiniz? Zaten buradakı necə bilirdiniz, startaplar var idi. Nəyə görə Polşa fəaliyyətini? Startaplar var olmaqla, amma technological innovation yoxdur. Cutting edge research yoxdur. Yəni belə sırf təptəzə yeni alqoritmlər üstündə işləyən adamlar yoxdur. Araşdırma ümumiyyətlə demirəm, o vəbşə yoxdur. Dəyişir, yəni əsas səbəbim mənim araşdırmaya üçün idi açığı. Çox köhnə proqramlaşdırma dilləri keçirdilər. O da mənə xoş gəlmədi belə deyim. Yəni ona görə Polşaya getdim. Bəs ora gedəndən sonra oradakı mühit, istərseniz, yəni oradakı hansısa texnologiyalar, innovasiyalar, hər hansı bir startaplar, yəni ki, yaxından müşahidə edirsiniz. Oradakılarla buradakılar arasında ciddi hansı fərqlər var idi? Yəni bir Şərqi Avropa ölkəsi, bir də Azərbaycan. Nə kimi? Bənzərdir açığı, sadəcə Polşada daha çox kapital var, Avropa kapitalda. Avropa Birliyində olduğu üçün çox fərqli-fərqli qrantları var. Mənim qazandığım qrantlardan biri researchla bağlı idi. Daha çox hələ qrant idi. Polşa dövləti ilə Avropa Birliyinin anlaşması idi. Bil robotların görüş sistemi ilə bağlı idi mənim researchum. Təhsildən açığı razı idim. Ben təzəcə dropout eləmişəm. Amma yəni razı idim təhsildən açığı. Çünki robotics tərəfdə hər şey öyrədirdilər. Neçə il orada oxudunuz? Yəni davam elədinizmi, yoxsa yarıda qaldı? Mənim bir ilim qalmışdı, dropout elədim. Aha, yəni əsas səbəb nə idi bəs? İndiki startupıma funding alıb Amerikada qalmaq opsionu var idi əlimdə. Sizin getdiyiniz yolda Polşadan Amerikaya getmək mərhələsi maraqlıdır. Necə qərara gəldiniz ki, Polşada hər şeyi dayandırıb getməlisiniz Amerikaya və orada sizə hazır nələrsə gözləyirdimi, yoxsa sadəcə bir random qərar idi və hər şeyi bir neçə həftənin içərisində edədiniz? Y Combinator'ın konferansı var idi burada. Dünyadan 2000 nəfər computer science engineering studentlərin San Franciscoya invite edirdilər. O 2000 nəfərdən 2 dənə Azərbaycanlı var idi. Biri mən idim. Mən Polşadan konferansa gəlmək istəyirdim. Çünki o konferansa çox az invite şeyi çox az idi da, acceptance rate. Yəni dünyadan hamı apply edir, 2000 nəfər götürür. Bu proyektimlə Parisdə başqa bir proqrama qəbul olmuşdum. Ora gedəcəydim, ağlımda olan o idi. Amerikadan qayıdacağam. Bir-iki gün Polşada təzədən yığış eləyib, təzədən gedəcəm Parisə 3 aylıq bir proqram idi. Y Combinator-ın eventindən sonra ayın 20-si idi. 14-dən 21-nə qədər mən şey almışdım, bilet almışdım. 20-si gəldim Founders Inc-ə, söhbət elədim ki, bəs bu mənim proyektimdir, bəs sizə maraqlıdır.
Dedilər ki, bəs maraqlıdır, bəs biletini cancel elə, burdasan proqramla bağlı. Mən də getmədim. Flight'a getmədim, qaldım burada. Birinci funding alan komanda idi, mənim komandam idi. Aha. Ə, Necə oldu bu ideya yarandı bəs? Mən research eləyəndə yarandı açıq bu ideya. Research eləyən Slam deyə bir alqoritm var. Slam hansı ki, deyək ki, sizin bir robotunuz var. Bu təmizlik robotu var, evdəki rumbalar. Onlar Slam texnologiyası ilə işləyir. Slam nədir? Robotun hal-hazırki location'ını tapır koordinat olaraq və ətraf mühiti map eləyir ki, robot özü-özünə hərəkət eləyə bilsin avtonomly. Ə, Və bu texnologiyanı düzəldən developerlər və injinerlər çox dəhşət costludur. Amerikada yarım milyon dollar pul verirlər illik bu mühəndislərə. Və yarım milyon ödəsələr belə 6 aya yaxın development time çəkir. Buna görə biz solution veririk, hansı ki SDK, development tool, robotics startaplarına və şirkətlərinə, hansı ki bu 6 ay və 500 mini hardasa 1 saata endirirlər və hardasa 300 dollar yaxın pullardır. Hal-hazırda startap hansı mərhələdədir? Belə adı Neuronavdir. Hal-hazırda pre-seed stage-dəyik biz. Fərqli fondlarla danışırıq, pre-seed raise eləyirik. Founders Inc var hal-hazırda, orada əmindir. Founders Inc ilk pre-seed çəkimiz yazan olub. Satış var, hardasa bir 3 dənə şirkətlə anlaşmışıq, satış eləyirik. Biri Polşadadır, ikisi Amerikadadır. Development həmişə gedir. İndi Amerikadasınız. Bizə o fərqləri deyə bilərsiniz. Hansı fərqlər var ki, siz Polşada təhsili 3-cü kursda sonlarında buraxıb Amerikaya getmisiniz? Ümumi olaraq maraqlı bir experience-dir. Azərbaycanda həm kapital tapmaq çətindir, həm talent tapmaq çətindir. Öz üstündə işləyən adamlar azdır. Yəni öz üstündə işləyənlər belə görür, məsələn, atıram, deyək ki, computer vision. Computer vision-da gördü, iş tapanmır. Azərbaycanda financial stability olmadığı üçün adamın məcbur gedir başqa bir şeylə maraqlanır. Bu məsələn böyük problemdir. Yəni mən daha çox istəyirəm ki, Azərbaycanda robotics Mars Akademiyadan o tərəfə keçmir. Yəni uşaqların belə oyuncaq robot düzəltməyindən o tərəfə keçmir. Yəni görməmişəm mən Azərbaycanda roboticslə bağlı işlə. Və bunu inkişaf eləməyi çox istəyirəm. Mekatronik təhsili var Azərbaycanda, mexanika təhsili var, elektronika təhsili var. Amma digər ki, şey yoxdur. Roboticslə məşğul olan heç kim yoxdur. Çünki pul yoxdur. Robotics şirkət yoxdur. O vaxt bir dənə Sumax var idi. Sırf yəni belə robotics autonomi tərəfdə bir dənə idrakdir. Onlardan başqa da heç kim yoxdur. Yəni o da riskdir də. Yəni bir dənə şirkət var o boyda ölkədə. Və sona girənməsən nə olacaq, qalarsan çöldə. Amerikada kapital məsələsi var, risk kapitalı məsələsi var. Adamlar proyektdən daha çox founder invest edirlər hazırki stage-də. Yəni məsələn foundersing mənim əlimdə müştərim olmayan vaxtı belə mənim sadəcə demom var idi, MVP product var idi. Müştərim yox idi. Fərqli LOI-lar var idi, letter of intent, hansı ki vaxtı gələndə alacam deyə bir kontraktda 3-4 dənə layihəm var idi. Yəni adamlar invest eləməyə bilərdilər, amma adamlar bet götürüb invest elədilər və buradakı risk kapitalı məsələsi çoxdur. Buradakı bütün VC-lər böyük oynayır. Talent məsələsi var. Dünyanın hər yerindən ən yaxşı talentlar burdadır. Bütün big tech-lər burdadır. Avropadakı qədər bərbad deallar vermirlər. Avropada məsələn early stage belə ən yaxşı desək, müəyyən akseleratorlar var. Hansı ki 60 min verir məsələn, götürür 8-10% götürür. Bu çox böyük bir faizdir bu qədər early stage üçün. Bəs talantlardan dediniz. Məsələn, oradakı talantlarla Avropa və yaxud da Azərbaycanı müqayisə edəndə nə kimi təzadlar yaranır? Yəni həqiqətən Kolumbiya Universiteti məzunları daha mı istedadlıdır, daha mı research-a vaxt ayırır?
Mən universitetdə heç nə öyrənməmişəm açıq. Mən nə öyrənmişəm indiyə qədər özüm oturub oxumuşam. Mentorlarım olub sadəcə yönləndirib ki, bəs bunu oxumalısan. Maraqlıdırsa sənə oxu. Mən məcbur eləməyib heç kim ki, bunu oxu. Maraq olmalıdır. İkincisi çox hype var açığı bu tərəfdə. Həm computer science-də, həm startup dünyasında. Computer science-də hype odur ki, bəs mən computer science məzunu olacağam. Bəs ayda 10 min dollar pul qazanacağam. Belə şey yoxdur. Yəni, heç kim çıxardıb sənə 10 min dollar məzun olandan sonra vermir. Startupda da eynən mən gedib milyon raise eləyəcəm. Bəs startupım uğurlu olacaq. Milyon raise eləyə bilərsən, amma bu startupun uğurlu olacağı anlamına gəlmir. Avropa, Amerika, Azərbaycan arasında fərq nədir? Avropa çox teoretik gedir. Yəni mənim məsələn robotikslə bağlı öyrəndiyim şeylərin hamısını mən research elədiyim labda öyrənmişəm. Amerikadakılar çox hands-on məsələləri öyrənirlər. Azərbaycanda təhsil syllabus outdateddir. Əksər syllabuslar outdated, çox outdated. 2-3 il bundan qabağın məsələsini deyirəm. Yəni mən apply eləyəndə universitetdə. Python öyrədə bilərlər, amma heç kim gəlib bakalavrda ən azından machine learning alqoritmləri öyrətmir. Yəni tanıdığım bir iki dənə professor var Azərbaycanda. Onlar maraqlıdırlar məsələn uşaqlara öyrətməyə, amma məsələ odur ki, uşaqların həvəsi yoxdur. Avropada isə rəfah olduğu üçün sadəcə teoretik oxuyurlar. Marağı olan sırf teoriyaya gedir, akademik olur. Marağı olmayan da gedir şirkətlərdə işləyir Avropada fərqli-fərqli yerlərdə. Amerikada maraqdan əlavə kapitalda böyüdü deyə kapital məsələsi hər türlü təsir eləyir. Məsələn, Nvidia-da base salary 150-200 min dollardan başlayır. Məsələn, ora Columbia dropout da girə bilər, ora Minnesota-dan qutaran da girə bilər. Heç bir fərqi yoxdur. Yəni equality məsələsi var. Amma məsələn bizim batchdə, yəni 50 dənə komanda var idi bizim batchdə. 50 komandadan 7-si funding aldı. Birinci seçilən mən idim. Qalanlarına baxırsan MIT dropout, MIT, Stanford master tələbəsi. Yəni məsələ harda oxuyub oxumadığın deyil də. Məsələ hal-hazırda nə elədiyindir. Onda biz deyə bilərik də, yəni düşüncə tərzi, öz üzərində işləmə və güclü, dərin araşdırma. Aha, bəli, yəni mən ancaq bunlarla daha çox davam eləmişəm. Vaxt olub ki, Polşada mən kuryer işləmişəm. Çünki iş yoxdur. Polşada polyakça bilmirəm deyə heç kim mənə IT işi vermir. Amma yəni bir yerdən sonra düzəlir yəni ümumi olaraq. Tələbələrin hamısı dərsə başlayıb, çox böyük ümidlərlə başlayıblar. Əminəm ki, uğur qazanacaqlar, əgər belə çox ümidləri varsa da. Onlara nə kimi tövsiyə edərsiniz ki, məsələn, dərs ilinə başlayan artıq həmin addımları atsınlar ki, 4 il sonra özlərini geridə hiss eləməsinlər, mənfi onda hiss eləməsinlər və yaxud da Amerikadakı öz yaşlarına baxanda təəssüf hissi keçirməsinlər. Nə etməyə başlasınlar? Persistence lazımdır. Daha çox, yəni neydi Azərbaycanda yadımdan çıxdı. Səbirli olmaq, bir də inadkar olmaq lazımdır. 2 dənə programming language öyrəndin, 3 dənə framework öyrəndin, iş tapamadın, yox məndən də engineer olmayacaq demək düzgün deyil. Mən başlayanda məsələn proqramminqə ilk dəfə mən Tesla'nın bu autopilot şey maraqlı idi. Mən sırf ona görə başlamışdım başlayanda. Ki necə hərəkət edir bu öz-özünə. Yəni nəyə görə hərəkət edir? Buna görə AI-ya maraq salmışdım. Amma baxdım 16-17 yaşında heç kimi AI işinə götürən deyil. Nə research background-um var, nə top universitetdə oxuyuram. High school tələbəsiyəm də. Mən oradan keçdim back-endə. Təşəkkür edirəm. Bütün suallara belə dolğun, ətraflı və səmimi cavablar verdiniz. Yəni bu sualı həmişə verirəm müsahibələrə ki, əlavə qeyd etmək istədiyiniz nəsə varmı? Bu tövsiyə ola bilər ki, ilham verici nəsə cümlə ola bilər və yaxud da ki, özünüz barədə nəsə bir qeyd ola bilər ki, onu xüsusi vurğulamaq istəyirsiniz. Bu rat race-ə düşməyin. Nəyə maraqlıdırsa ona gedin. Yəni təkcə mən indiyə qədər onu eləmişəm. Yəni peşman olduğum vaxtlar olmayıb. Yəni indiyə qədər işsiz qaldığım vaxtlar ayda niyə işsizəm falan olub, amma yəni heç vaxt mən niyə bunu eləmədim və ya elədim şeyində olmamışam, peşman olmamışam.
Yəni sevdiyin şey eləyəndə heç vaxt peşman olmursan.